Değerli boğa bürcləri, hər birinizi salamlayıram. Sakit, təmkinli, vəfalı, sözlərin üstündə duran, əgər nəyisə ağızlarından çıxarıbsa o kəlməni mütləq yerinə yetirən boğa bürcləri. Mən çox sevirəm boğa bürclərini. Bütün bürclərə rəğbətim var. Elə bir insan yoxdur ki, o ideal olsun, yəni 5-5-5'lik olsun, yox. Amma boğa bürcləri xüsusilədir. Çünki onlar həqiqətən də çox sakit olsalar da, hər işə qarışmasalar da onlar sadiqdirlər. Onlar belə necə deyim sizə, yarı yolda qoyan bürclər deyirlər. Deməli, dəyərli boğa bürcləri sizləri nə gözləyir? Bunları oxuyaq. Bilirsiniz, retrogradativ ayı yaşayırıq. Retrogradativ ay 11-ci ayı, noyabr ayını yaşayacağıq. Siz boğalar üçün ayın 1-dən 5-nə qədər ümumiyyətcə yeni xəbərlərlə başlayacaqsınız. Yeni gözləncüb edəcəyiniz xəbərlərlə başlayacaqsınız bu ayı. Marsdayıq, Mars planetindəyik, tamam. 1-dən 5-nə finansıvı pul, ən çox da pul finansda dəyişikliklər olacaq bu ay boğalar üçün. Ola bilər işlə əlaqədar kimləsə şərikiniz olar, hansısa şərik götürərsiniz özünüzə işləmək üçün, hansısa şəriklə işləməyə qərar verərsiniz. Fikirlərinizi, fokusunuzu ancaq işə, maddiyyata verəcəksiniz. Unutmayaq ki, boğalar üçün bu il biraz çətin başladı. Necə başladı? Mart ayından sonra. Novruz bayramını yola verəndən sonra bunlarda biraz çətinliklər oldu, biraz sıxıntılar oldu. Amma sıxıntılar, çətinliklər, bunlar hamısı sovrulub gedir və gedəcək də. Bəzi boğa bürclərinə ümumiyyətcə nasliyetstva düşəcək, yəni bu mülk, mal, nənədən, babadan mı, bax belə, və yaxud da ki, ola bilər mal bölgüsü olsun, onlara da bir pay düşsün, torpaq bölgüsü və yaxud kimisə valideynin deyər ki, torpaq almışam hər övladıma filan qədər, və yaxud da ki, həyat yoldaşınızdan ola bilər, həyat yoldaşınızdan fərqi yoxdur, ya xanım, ya həyat yoldaşı ər olsun. Boğalar üçün hədiyyə görünür, hədiyyələr, ola bilər hədiyyə alarsınız, kimsə sizə hədiyyə verər, bu sizin üçün gözlənilməz olar, sürpriz olar. Boğalar üçün və boğa bürcləri üçün bilirik, ayın 8-i Polnaluniyadır, dolu aydır və 3 gün əvvəl, 3 gün sonra bu ərəfələr. Məsələn üçün, ola bilər ayın 5-i, 6-sı, 7-si nəsə bir xəbər işlərsiniz. Kimsə sizi qəzəbləndirər və yaxud kimsə nəsə bir söz deyər haqsızcasına və sizi çox qəzəbləndirər. Amma bunun üstünə çox düşüb böyük uzatmayın məsələni. Çünki hər bir bürcə aiddir. Mən qoşda da söyləmişəm. Məsələni uzadarsınızsa əgər, o zaman bu uzun illər bu adamdan döyüşmüş olarsınız. Ya məhkəməyə düşərsiniz, ya məhkəməyə verərsiniz, ya sizi məhkəməyə verərlər və uzun müddət, uzun illər bu döyüş gedər. Qanlı döyüş kimi tarixə düşər. Ona görə çox diqqətli olmalısınız. Boğa bürclərinə imkanlar düşəcək. Kimisə köməyi, dəstəyi ola bilər. Ayın 9-u, deməli 8-i, 9-u, 10-u, 11-i ola bilər maddiyyat, işlə əlaqədar. Sizi işə dəvət edərlər, işə çağırarlar və yaxud köhnə işlədiyiniz yerdə yeni qrup yaranar və yaxud da ki, sizi harasa kursa göndərərlər. Yəni maaş artımı ola bilər, iş perspektiv artar və yaxud ola bilər kimsə sizə söyləyər, gəl ikimiz bir arada iş işləyək, ya iş yoldaşınızla yeni işə başlayarsınız, yeni xəbərlər işləyəcəksiniz, yeni tanışlıqlar ola bilər. Bu sevgi barədə də ola bilər, çünki boğalara romantika çıxır, kimi nəsə tanış olacaqlar, kimisə sevəcəklər özləri, kimsə onları da sevə bilər, çox bəyənəcəklər. Və 9 noyabrda Urandır. 9 noyabrda Uran da sizə pul, maddiyyat, ümumiyyətcə yüksək pul görünür boğalar üçün. Ola bilər küllü miqdarda borcunuz olsun, kimsə sizə kömək edər. Filan qədərini mən ödəyim, sonra mənə qaytararsan və yaxud sizin faizinizi azaltmış olarlar. Boğalar üçün imkanlar olacaq. Bunlarda səmərəli istifadə etməlisiniz. Bağlı qapıların açılışı boğalar üçün 11 noyabrda başlayır və 20-27 noyabra qədər davam edəcək. Amma bundan səmərəli istifadə etməlisiniz. Qürurumla, yox, xeyr, yox, istəmirəm, mən qürurluyam, mən bunu edə bilmərəm deməyin. Fürsət düşübsə bunu istifadə edin. Bilən başa düşürəm, boğalar çox qürurludur. Boğalar hələm-hələm heç kəsə ağız açmaz və yaxud da ki, heç kəsə deməz ki, mənə bir qap xörək ver filan. Boğalarda yoxdur. Amma sizə fürsət düşərsə işlə əlaqədar, bizneslə və yaxud şərik kimsə olsun, bunu edin.
Harasa bayrama, harasa toya, məclisə gedə bilərsiniz. Ola bilər sizi harasa dost, tanış çevrəsinə çağırarlar. 9-u, 11-i, 13-ü, 15-i araları. Burada siz ola bilər öz qismətinizlə tanış olarsınız və yaxud qismətinizdə olan adamla tanış olarsınız. Bu təkcə sevgi, məhəbbətə aid deyil. Bu insanla sizin qismətinizdə var iş görmək. Bu insanla sizin qismətinizdə var iş görmək, iş birliyi qurmaq. Bu sizin qarşınıza çıxacaq. Və yaxud da ki, ola bilər bu insan nə vaxtsa sizə kömək edər və yaxud da ki, elə gəlin düşünək, sevgi, məhəbbət olsun. Qismətinizdəki adam da gəldi, çıxdı yolunuza. Bax bu kimi. Amma təbii ki, yüz ölçüb bil biçmək lazımdır. Elə mənim qismətimdə deyə kör-körən yaşamaq da düzgün deyil. Mən bunun tərəfdarı olmuram heç vaxt. Maddiyat, yüksəliş, bəziləri ola bilər ki, yüksək vəzifə alar. Ayın 22-si, 27-si, 29-u boğalar üçün yenə də uğurlu gün olacaq, uğurlu saat olacaq. Uran 9 noyabrda gəlir, demək ki, boğalar üçün və bu 27 aprelə qədər sonuncu dəfə 7 il bundan öncə olub. Uran bu boğaların himayəsi altında olsun. Amma bu səfər, məsəl üçün, sizdə 9 noyabrda gəlir Uran və 27 aprelə qədər bu fırlanır. Və Uran yeni imkanlar yaradacaq. Ümumiyyətcə Mars, Yupiter, Merkuri, Saturn, bunların hər birinin özünün özəlliyi olacaq boğalar üçün. Saturn ki, vəbşi 28 noyabrda gəlir və Saturn köhnələri atır, Yupiter kimi yeniləri çıxarır. Kimsə ola bilər boşanacaq, kimisi ola bilər yeni imza atacaqlar evliliyə, qərar verəcəklər evlənməyə, nişana, toya falan filan. Yəni gedən üçün ağlamaq olmaz. Gələni qarşılamaq lazımdır. Gedən deməli bu lazımıymış gedib anlamalıyıq. Çünki pisləri həyatımızdan çıxardır. Yupiter, Saturn yaxşıları qəbul edir. Qohum, qardaş, bacı ola bilər, əmi uşağı, xala uşağı, kimlərsə müzakirəsi söhbəti ola bilər. Ola bilər siz kimlərləsə daha yaxın olarsınız. Yəni bu qohumluq əlaqəsi ona görə çıxmır ki, kimlərsə tezdən qohum olarsınız. Xeyr. Yəni burada pul, maddiyyat, ola bilər bir yerdə iş qurarsınız, biznes işi qurarsınız. Amma çalışın. Mən də hər bir bürcə söyləyirəm, noyabr ayında heç bir işi götürmürsünüz. Siz boğalarda ayın 9-undan sonra 9-una qədər nə axırda işlər qalıbsa, məsələn, stomatoloji işlərinizi düzəltirirsiniz, kiçik bir hissəsi qalıbsa, noyabrın 9-una qədər bitirirsiniz. Yox, əgər gözləyə bilmirsinizsə, vacibdirsə, indi eləyirsinizsə, həkiminizlə məsləhətləşirsinizsə, edin. Amma çalışın, geridə qalanını dekabrın 1-dən başlayın. Və yaxud kimsə əməliyyata gedəcək, kosmetoloji, bədən şəkilləndirmə, renoplastika, bunlar gözləyən şeylərdir. Çalışın, ya 9-una qədər edin, ya da elə dekabr ayının 1-dən. Bu 11-ci aya əməliyyat salmayın. Kimisə yarımçıq qalan ritualları varsa, o da ayın 9-una qədər bitirə bilərsiniz. Ondan sonra edərsinizsə boş olar. Ancaq əməl açılışlarıdır, çiskalardır, bunlar 11-ci ayda mövcuddur sonuna qədər. Və transfer çıxır. Transfer, ev dəyişimi ola bilər, yer, məkan, boğalar üçün bu əsas çıxır. Ayın 11-nə də çıxır, 15-nə də, 21-nə də çıxır. Və bunu da söyleyeyim, mən oradan-buradan biraz söylədim. Ayın deməli 8-i dolu aydı, onu söylədim boğalar üçün. Və ayın 20-sindən 21-nə artıq yeni aydır. Bu yeni ayda da mən hər bir bürcə söyləyirəm. Çalışın özünüzə düyü və yaxud çörək alın evə həmin günü, süd məhsulu alın, ət, toyuq qətiyyən almırsınız, balıq ala bilərsiniz, yiyəcək bir nəsə produkt ala bilərsiniz. Bu artım olar, artım gətirər sizə. Xoş xəbərlər eşidəcəksiniz. Bu ay ümumiyyətcə çox xoş xəbər eşidə bilərsiniz. Nələrinsə planını quracaqsınızsa, onları yerinə yetirə biləcəksiniz. Sizin üçün fürsət var aprel ayının 27-sinə qədər zaten onları yoluna gətirməyə. Amma çalışın, biraz düşünün ki, 11-ci ayda çox mühüm məsələlərə başlamayın. Dəyərli boğalar, like etməyi unutmayaq, paylaşım etməyi unutmayaq. Hər birinizə ilk öncə can sağlığı arzu edirəm. İkincisi də ki, bol şanslar. Kimin işi yoxdursa, Allah təala sizə işlər versin. Başınız işlə qarışsın. Kimin uzun illər övladı yoxdursa, onlara övlad xəbəri, evdən uşaq səsi əksik olmasın. Borcu olanlara tezliklə borcdan qurtulmağı, nə müsbət varsa, Allah təala sizə qismət eləsin. Xeyirlisi və vaxtında, zamanında. Bəzən biz deyirik təkcə xeyirlisi, amma Allahın bildiyi vaxtda, zamanda. Xeyirlisi, vaxtında. Vaxtından sonra istəyir xeyirli oldu, xeyirsiz oldu, onun heç bir mənası olmur.